Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu qawli. Rabbi zidni ilmi, Rabbi zidni ilmi, Rabbi zidni ilmi. Allah'ın selamı, rəhməti, bərəkəti hər birinizin üzərine olsun. Allah'ın izniyle bu dəvəki çatdıracağımız mövzu yanlış inanclarımız hakkında. Yani yanlış inançlarımız, yani inandığımız bəzi məsələ var ki, yanlış yoldan. Halbuki İslam şəriət olaraq, İslam din olaraq inanç məsələlərin bizim üçün Rəbbimizdən qeyrilərinə inanacaq, güvənəcək Allah Subhanahu icazə verir. Biz Allah'ın izniyle bu günləri bu mövzunu bizə bir qardaşımız demişdik. Biz Allah'ın izniyle burada bu uğursuzluq haqqında da əvvəlki danışdığımız uğursuzluq haqqındadır, cadu haqqındadır. Bunlardan başardığımız belə çatdırdıq. Birinci növbədə bir toplumun, Allah Resulü sallallahu aleyhi ve sellem bu ki, bir toplumun islah olunması için o toplumda tek Allahlığı, yani o ortada olan yanlış inancların çıxardılması lazım. Allah'ın bu günlər bizdə bir 8 bənddən ibarət bir hazırladır Allah'ın izniyle. Bir, pirlərdə qurban kəsmək. Yani insanları apararaq hansısa pirlərdə, hansısa bir yerdə qurban kəsmək. Allah Subhanahu wa ta'ala buyurur ki, içinə qoyulmuş daşlara qarşı qəbirlərin üzərində kəsilmiş qurban əti haramdır. Qurban ibadətdir. Qurbanla biz hər zaman demişik, qurbanla oruç, bunlar özü ikisi başına bir ibadətdir. Və bunlar sırf Rəbbimiz üçün olunan bir şeylərdir. Yəni aparıb hansısa bir yerdə mən niyyət eləmişəm, aparım harfla kəsim, bu İslam dini bunu qəti qadağan edir. İslam dini qurban istifadə, çünki niyə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur, yer üzü mənim ümmətim üçün təmiz qılındı. Yəni bunun hansısa yerde aparıb qurban kəsəcəm diye bir şey yok. İslam dindədir ki, harda evinizdə kəsin, Allah rızası. Və qurban kəsmək əsnasında ikinci olaraqsa, qurban qanın başa vurmaq. Bu ən çox yaşanır harda? Bu gəlin gətlilərdə, əskər döyüşlərdə, yəni qurban kəsəndən sonra onun qanın həmin insanların başına vururlar. Allah Subhanahu wa ta'ala Quran-Kərimdə buyurur ki, axar qan murdardır, nəcisdir. Yani onu kimisə üzerine vurmaq, nəcisi kimisə üzerine vurmağın hökmünün eyni. Yani kimsə bunun üzerine vurarsa, o insan yummadısa, o insanda dəstəmazında problem var. Allah deyir, gələn əslində bu gəlmək səbəbi, yaranmaq səbəblərinə biz baxdığımızda İslamdan öncəki dönəm cahiliyyət dönəmi. İslamın gələndən sonra ortadan qalxdı və bu qaranlıq bir dönəm adlanır. Bütün yanlışlıqlar bu dönəmdəydi. Həmin bu cahiliyyət dönəmi. Və cahiliyyət dönəmində deyib qurban kəsilərkən onun ətindən və qanından Kəbənin divarına, Kəbənin iç yəni künclərinə və kəsən şəxsin alnına və bir də qanına götürüb aparıb evlərinin küz divarlarına vururlar ki, bununla evimiz bərəkətlənəcək. Yəni bunun bizim dönemimizə gəlib çıxmağına biz baxdığımızda İslamdan öncəki cahiliyyət dönemində olmuş yanlış bir inançdır. Və bu yanlış inanç bu günümüzə qədər bəzi yerlərdə gəlib çıxıb. Allahın izinlə, yəni olarkən bunu qəti qadağan edək. Ki, qardaş, qurban kəsilən Allah rızası bunun qanın evinə vurmaq, hansısa bir evladının, gəlinin alnına vurmaq qəti qadağandır. Və ya qurban kəsilən sevinç mahiyyəti ilə. Yani burada ibadet değil, bir insan evladını evlendirirken sevinç mahiyyətində qurban kəsir. Bunda bir problem yoktur. Ne vaxt problem ortaya çıxır? Bir insan qurban kəsərsə, qurban kəsdiyi şəxs onun önündə dayanırsa, qurban arxada. Qurban çünkü ona ücret kəsilir. Yani bir insana sarı tutub, bir insana ibadət məqsədinə qurban kəsmək qəti qadağandır. Hətta şirkdir. Yani oraya kadar gedib çıxır ki, şirkdir. Yəni kəsərək savabın kiməsə bağışlaya bilərsən, kəsərək ət eləyərək paylaşa bilərsən, amma kiməsə sarı və ya aparıb pirlərin üstə kəsib və kəsdiyim ət qanundan da evladımın, gəlinimin üzərinə vurum, bu qəti qadağandır. Və pirlərin üstündə aparıb qəbirlərin üzərində kəsilən qurban əti haramdır. Çünki Allah Subhanahu Quran ayəsində bu sabitdir. Allah Subhanahu buyurur ki, İçine koyulmuş daşlara sarı kəsilmiş qurban əti haramdır. Quran ayəsində bu sabit. Üçüncü olarak and içmək. Yanlış inanclarımızdan biri de budur. Atamın gördüğü and olsun, dəmir zindanı and olsun. Allah Subhanahu wa ta'ala bizim için andları koyub.
Həzrət Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, 3 and var. Vallahi, billahi, tallahi. Və Allah Rəsulü and istəyi var. Canlı qüdrətlərində tutan Allaha and olsun. Məni peyğəmbər olaraq yollayan Allaha and olsun. Amma heç vaxt biz peyğəmbərimizin və ondan sonra gələn sahabədən sonra gələn tabiün, yəni bu sələf nəslinə biz baxdığımızda heç birinin atamın goruna and olsun, isti zindana and olsun, bu çörək haqqı, bu and içilən bir şey yoxdur. Bunlar hardandır? Ümumiyyətlə and içilən bir şey üstün bir gücə malik olmalıdır. Yəni bugünkü gündə bəzi insanlar atanın goruna and içərsə, bu atanın bir gücə, bir qüvvətə sahib olduğunu isbat edir. Yəni mənim atam bir gücə, qüvvətə sahibdir və o güc qüvvət sahibinə and içir. Allah Subhanahu wa Taala Quran-ı and istəkləri var. İncil ağacına and istəyi var, atlara and istəyi var. Burada Allah Subhanahu and içmə üsullarına biz baxdığımızda bu iki qismdən açıqlanır. Birinci, həmin əşyanın, yəni həmin əncir ağacı ilə onun önəmin Allah Subhanahu wa Taala bizə çatdırır. İkinci növbədə isə Allah Subhanahu wa Taala dini gəlməmişdir, İslam gəlməmişdir. Məkkəlilərdə bu adət var idi. Və Quran-ı Məkkə dövründə edilənə görə Allah Subhanahu wa Taala and içir ki, and olsun bunlara ki, Allah qüdrət sahibidir. Allah Subhanahu özü-özünə and içir, öz yaratdıqlarına and içir. Amma bunlar bizim and içəcəyimiz bir yer deyil. Bizə sadəcə Allah Resulü 3 and üsulu qoyub. Vallahi, billahi, tallahi. Bundan qeyri and içməklər qadağandır. Yəni bundan qeyri Allah Subhanahu wa Taala'dan başqa güc qüvvət sahibi yoxdur. Yəni bu günləri mən deyim ki, and içim harasa ki, o and içdiyim yer mənə heç bir şey verə bilməz. Deyir o güvəndiyiniz ya sizə xeyir verə bilər, ya şər, yəni ziyan verə bilər. Heç bir şey sizə etmədiyi halda niyə onlara güvənirsiniz? Evladın üzərindən, evlərdən, insanın üzərindən dağdağan, üzərlik, göz muncuğu bu kimə yanlış inanclarımız. Birinci növbədə biz məntiqi sarıdan yanlışsaq, İslam dini ağıl və məntiqə çox önəmlidir. Və birinci növbədə biz ağlı nöqteyi zaten bu yanaşsaq, bir dağdağan, bir üzərlik bizi nəzərdən və gözdən qoruyur. Bu yanaşmayla baxsaq, bu dağdağan, üzərliyi yaradan bir Rəbbimiz var. Əgər bu dağdağan bizi qoruyursa, gör onu yaradan Rəbbimiz bizi necə qoruyar. Əgər desək ki, qoruyur. Yox, bunu bizi qoruyacaq deyə bir güc qüvvəsi də yoxdur. Ya bizə xeyir verə bilər, ya şər. Çünki bir ağac özün qoruya biləcək deyə bir şey yoxdur. Yəni bu qurumağa və məhv olmağa məhkumdur. Sadəcə bunun ortaya çıxma səbəblərinə biz baxdığımızda hansısa bir insanın gəlir mənbəyi əldə etməkdən ötürü. Azca bir şey deyək, hədis uyduran insanlar var ki, hədis uyduruyor ki, badımcan yemək xeyirlidir. Niyə? Bu insan bunun ticarəti ilə məşğuldur, qardaş. Və bu özü üçün uydurub bunu və bu uydurduğu bir şeydən pul qazanmaq istəyir. Və insanlara da bu durmadan təkrar edir. Adolf Hitler deyir ki, bir yanlışı deyir, nə qədər çox təkrar etsəz, insanlar deyir, onun doğru olduğunu biləcəklər. Bu yanlışları da illərlə bizə çatdırdılar ki, sən üzərindən dağdağın assan, sənə göz dəyməyəcək. Üzərlik xeyirlidir. Allah Subhanahu üzərliyi çox gözəl yaradır. Üzərlik baş ağrısına xeyirlidir. Amma göz dəymə nəzərə qarşı deyil və yaxud evladlarınız üzərindən duz atmaq. Vallahi sıravi bir vəziyyətdə duzu peçə atanda ondan çırt-çırt səs gəlir. Uşağın başına duzu fırlayır, atır peçə, deyir gör nə qədər nəzər var ki, bundan çırtıldı gəlir. Yəni, bunu elmi sarıdan, ağlı nöqteyi sarıdan danışan üçün hamımız gülməli gəlir. Həzrət Ömər radiyallahu anh deyir, iki şey var ki, yardıma düşəndə birinə gülürəm, birinə ağlayıram. Deyirlər ki, əmrəl-mömin, o nədir? Deyir ki, ağladığım səbəb odur ki, qız uşaqlarımızı diri-diri torpağa basdırırıq. Güldüyüm şey isə, deyir, bütlərimizi xəmirdən özümüz düzəldirdik. Sonra deyir, səfərə getdik. Səfərdə bir ruzumuz qutaranda acıyana öz bütümüzü basıb yiyirdik. Yəni, öz tanrımızı acıyana basıb deyir, bu yadıma gün hər dəfə gülürəm ki, yediyim bir tanrı məni nətər qoruya bilər. Bugünkü gündə də o üzərlik, o
dağdağanın ticarətlə məşğul olan insanlar onu böyüdür. Acaba bir şey deyir, biz özümüzə at saxlayan dönəmimizdə bizim qapıya gəlirdilər, 1-3 manatı istəyirdilər onu. Onu saxlayan insanlar nə qarır? Ticarət məqsədinə bunu artıq istifadə olunmur da. Özü nədir? Qabaq ayağının olan bərəkət, dal ayağında olan bərəkətdən yüksək. Çünki birinci qabaq gedir. Çünki qabaqla baha olur. O dairəsi böyük olur deyə o satışa baha olur. Yəni bunu belə bir ticarətə gətirib və bu ticarəti bizə inanc əsaslarımıza yerləşdirirlər. Halbuki İslam dini bizə bu şeylərə inanmağı və bu şeylərdən kömək diləmək qəti qadağan edir. 5. Bayquşun ulaması. Bunu desək 90% evlərdə bu var. Mənim evimə bayquş gəldi, girdi, fırlandı, oturdu və ondan 2 gün sonra maşınım yandı, uşağım qazana düşdü, ayağıma dəmir batdı. Yanlış inanclar. Bu bilirsiniz nədən? Bayquşun evə gəlib girməyi bu heyvanı bilirsin. Gəldi, keçdi, bunu qoyduq qırağa. Bu heyvandır. Sadəcə olaraq bu cahiliyyətdən gəlmə bir xurafatdır. Bu da bir harda gəlir. Qədim şamanizmdən. Bizim bölgədə, Azərbaycan bölgəsində şamanizm olduğu keçir tarixlərdə. Şamanizm hansılardır? Bu ağaçları ip bağlayanlar, ağaçları ibadət edenlər, quşlara, heyvanlara insanların ruhun keçdiyini inananlar ediyorlar. Və onlar bayquşun uğursuz heyvan olduğunu inanırdılar. Və bu da o inanç əsasları bizlərə gəldi çıxdı. Yəni birimizin evladı yanlışlıqla gedib ayağı yandırırsa, onun bir heyvanın gəlib uçmağı ilə heç bir adiyyəti yoxdur. 6. Qara pişiyin önümüzdən keçməyi. Yəni bəzən bunu deyəndə bir gülməkdir, halbuki inanç əsaslarımızdan da insan vallahi billahi tanıyıram ki, o insan önündən bu keçəcək qayıb evinə gedir. Və yaxud da deyir ki, filan kəs mənim qarşıma çıxdı, işim alınmadı. Bu məsələ düzdür. Kimsə mənim qarşıma çıxdı, işim alınmadı. Burada o insanın ayağından problem yoxdur. O insanda nəfsi problemdir. Bax, insanın nəfsi keçir. Allah Resulü sallallahu aleyhi ve sellem önündə bir gün bir sahabə ridası qalxır. O ridası qalxın şəxsin bədəni ağ olur. Və sahabələr baxır, deyir, nə qəşəng sənin ağ bədənin var. Və deyir, həmin şəxs yıxılır yerə. Allah Resulü sallallahu aleyhi ve sellem deyir, onun üçün dua oxuyar, o insan tədavvül buyurur ki, qardaşınızda bir gözəllik gördüyünüz zaman məşallah deyin. Çünki sizin deyil ona nəfsiniz keçər, sizin ona deyil gözünüz deyil və o göz dəymədən xəsarət ala bilər. Və kimsə sənin işin dairədən gedindən, o sənin nəfsi sala bilir, bu nəfsin hisslərindən, nəfsi. İnsan çünki nəfsin çulovlaması, biz keçən dəfə çatdırdığımız kimi, nəfs insanı pis yerlərə sürükləyir və insandan pis, mənfi enerjini çıxardır. Bu ola bilir, amma mənim önümdən hansısa bir canlı keçdi deyə mənim işim alınmadı, bu yoxdur. Qara pişik yox, qara it var. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, şəkil, heykəl və qara it olan yerə Allahın mələkləri gəlmir. Çünki cinlərin ən çox qiyafət olaraq girdikləri ilanlar və qara itlərdir. Cinlərin qiyafət olaraq, cinlər bizim gözümüzə görünə biləcək vəziyyətdə deyil. Onlar nəyinsə bir şeyin içinə daxil olmalıdırlar. Qiyafət olaraq. Və cinlərin qiyafət olaraq istifadə etdiyi Allah Resulü ki, ən çox ilan və qara itdir. Bu qara pişik məsələ isə hardan gəlib çıxıb, o çox namarıdır. 7. Ruh tutmaq. Yəni bəzən insanlar gəlir, axşam üstü bu insan halı pisləşir. Axşam namazı sonra və buna nə deyilir, sən ruh tutur. Halbuki biz bu məsələ baxdı, bu qorxudan yaranan bir şeylər. Ümumiyyətlə bir şey yadımıza saxlayaq ki, Allah'ın izniyle bunu evlatlarımıza bildirirək. İnsanın sağ qulağında cingilti olarsa, vallahi bir də bunu heç kim deməz. Hamısı bu, çünki gəlir mənbəyi, demirlər, orada 2 manata dua yazırlar. Sağ qulağı cingildiyərsə, Allah'ın mələkləri səndən Allah subhanahu teala vəsf edirlər. İnsan sol qulağı cingildiyərsə, bu qorxu əlamətidir. Eğer bunu sınamaq istəyirsinizsə ki, deyirsiniz ki, imam hardansa bir nağıl gəldi danışdı, sol qulağınız cingildiyərsən, ya Fatihə surəsi, ya da Peyğəmbərimizə salavat gətirən kimi görürsə onu keçdi. Yəni o qulağına cingildi başlayan kimi salavat gətirən o keçdi. Və ya Fatihə surəsi oxunan kimi keçdi. Çünki Fatihə surəsi bir tədavidir. Xəstəliyin
bir tədavisi var. Amma hansısa bir insan çıxaraq ortaya və səni ruh tutub və ruh tutmağın ölçüsünü də vallahi biz İslamın nöqteyi cəhətdən baxanda insan ağlı bunu qəbul etmir. Bu insan bir şal atacaq, şalın ölçüsünə uyğun sənin atan ruhu tutub, o ruh Yasin surəsi istəyir, halva istəyir və məni ziyarət istəyir. Qardaş, ruhun halvıya, bunu ağlı nöqteyi cəhətdən düşünsün, ruhun halvıya ehtiyacı yoxdur. Ki, mənim üçün halva bişir. 8. Yəni biz hal-hazırda vallahi olmağı çoxdur. Sadəcə olaraq qarşımıza çıxan az öz belə hekayə eləyə bildiklərimiz bunlardır. 8 olaraqsa uşaqların 40-a düşməyi. Balaca uşaqların bu 90 uşaqların və evlənən şəxslərin. Vallahi bilə bu elə bir şəxs var ki, mənlə gəldi, deyir ki, sizə hüzurə gələ bilməməmin səbəbi mənim 40-lı olmağımdır. Deyirəm, niyə? Deyir ki, bəs evlənmişəm 40-ım. Deyirəm, onda gözlə 52 də çıxsın, sonra gələrsən. Bu nə yanlış inancdır. Bizə gətirib bunu çatdırıb ki, evlənən şəxs 40 gün hüzurə gedə bilməz və yaxud da evlənən bir şəxsin sən hüzurdan gəlirsənsə, o çıxmalı çölə, elə bil ki, streci yola girirsən. Birinci gələn çıxmalı, sonra sən girir. Yəni, İslam dini bizə bu məsələləri biz deyirik və baxırıq, biz anladığın hər birimizə bir gülməli gəlir. Halbuki inanc əsaslarımıza hər birimizin evinə girsək bundan var. Hər birimizin, yəni Allahın üzün burada olanlardan deyil. Yəni qohum əqrabamızın evinə geçsək, 40 məsələsidir. Evlənir, uşaq 40-a düşdü. Uşaq deyir, ayağını çarpaz qoydu. Qardaş, uşaq ayağını çarpaz qoydu, apar bunu həkimə. Ya bunda bir qəbzi problem var, ya bunda nəsə bir dərdi var da bu uşağın. Allah subhanahu wa ta'ala bir xəstəlik yarattımsa, onun tədavisini yarattım. 1100 xəstəlik varsa, 101-dən dərmanı var. Allah subhanahu wa ta'ala şafi, şifa verən. Yəni uşaq ayağını çarpaz qoydu deyə bu 40-a düşdü, 40 qaşıq su ora tökür, burada bunu tökür. Yəni İslam dini ağıldır. Biz keçən xutbəmizdə dedik ki, Allah subhanahu wa ta'ala Quran-Kərimdə 105 yerdə elm sözünü işlədir. 770 yerdə elm köklü söz işlədir. Allah subhanahu bizi bir belə elmə çağırır. Bunların yaranma səbəbləri isə biz keçən dəfə dediyimiz kimi, bunların yaranma səbəbi hardan gəlmişdir? Allah Resulü'nə burada elmin ortadan qalxmağı ilə. Elm ortadan, alimlər ortadan qalxdı. Allah Resulü'nə burada elm ortadan necə qalxır? Alimlər de dünyasını dəyişir, yerdə qalan insanlar hərədən bir söz eşidir və onun üzərinə yalan dolan artıraraq insanlar mənə alim desin deyə onu uydurur və cəmaata onu çatdırırlar. Halbuki Allah subhanahu wa ta'ala bizdən elmi, Allah subhanahu wa ta'ala'nın qurduğu səviyyədə. Bugünkü gündə bizim qabağımıza bir ateist çıxanda biz ateistə verəcək cavabımız Allah subhanahu wa ta'ala Quran-Kərimdə bu ayəti endirib. Bu deyil. Qardaş, zaten bu ateist sənin kitabını qəbul etmir. Biz ona Quran-Kərimin ehtiva etdiyi elmin mövzuna çatdırırıq. Elmin mövzuna cavab verəndə o insan artıq sənə cavab verə bilmir. Amma bu saydıqlarımızı bir ateistə desək, sadəcə bizə güləcək. Ki, yəni sizin din necə ağıl və məntiq dinidir ki, bu yanlış inancları var. Allah subhanahu ta'ala hər birimizi bu yanlış inanclardan uzaq durub, Allah subhanahu ta'ala təhlilinə, Allah subhanahu ta'ala sıdq ürəkdən bağlanan qullar deməsin.